Bakı metropoliteni yaxın illərdə paytaxtın müxtəlif istiqamətlərində yeni stansiyaların inşasını nəzərdə tutur. Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, Port Bakı yaxınlığında Babək prospekti üzərində 20 metro stansiyası tikiləcək. Bu stansiya Şah İsmayıl Xətayıya yaxın ərazidə yerləşəcək və yaşıl xəttə əlavə keçid imkanı yaradacaq. Məqsəd sıx hərəkətin müşahidə olunduğu prospekt boyunca sərnişinlər üçün daha rahat nəqliyyat şəraiti formalaşdırmaqdır. Eyni zamanda Nizami stansiyasından sonra sahil yaxınlığında da yeni stansiya inşa olunacaq. Buradan sərnişinlər qırmızı xəttə birbaşa keçid əldə edəcəklər. Beləliklə, avtovağzaldan başlayan sərnişinlər sahilə keçməklə Həzi Aslanov istiqamətinə qədər başqa nəqliyyata minmədən hərəkət edə biləcəklər. Bənövşəhər xətti üzrə də genişlənmə planlaşdırılır. Dövlət proqramına uyğun olaraq xəttdə 5 yeni stansiya inşa ediləcək. Onlardan biri B5 Nizami stansiyalarının yaxınlığında olacaq və sərnişinlərə birbaşa keçid imkanı yaradacaq. Tikinti layihələrinin idarə olunması departamentinin rəis müavini Məmməd Rızayev isə bildirib ki, B04 stansiyasının tikintisi 2026-cı ilin sonuna dək başa çatacaq. Çəhrayı xəttin 5-ci, Bakı metrosunun isə 28-ci stansiyası olacaq B04-də 19 eskalator və 5 lift quraşdırılacaq. Stansiyanın Gəlil Məmmədquluzadə küçəsinə 4 çıxışı olacaq. Platformanın uzunluğu 144 metr təşkil edəcək və burada 7 vaqonlu qatarlar hərəkət edəcək.